Hər kəsə salam və sabahınız xeyir olsun. Bugün 8 mart günüdür və mən hər bir mənim abunəçi qızlarımı, hamını təbrik edirəm bizim günümüzlə. Hər birimizə can sağlığı arzulayıram. Sevgi dolu, gül kimi açılaq, parlayaq, işıq saçaq. Artıq biz hədiyyələri bir-birimizə verdik. Daha doğrusu Muradla bizim ataşkamız ikisi bizə hədiyyələri verdilər. Dünən Murad öz pulunu götürmüşdü, hansı ki özü yığırdı. Onları götürdü və gedib bizə hamımıza hədiyyə aldı. Mamam da bizdədir qonaqda. Dünən gəlmişdi və artıq dünən səbrimiz çatmadı gözləməyi, sabaha gözləməyi istəmədilər uşaqlar və dünən Murad bizə hədiyyə verdi. Birazdan paylaşacağam, göstərəcəm bizim hədiyyələrimizi. Bu bizim buketlərimizdir. Biri mənimdir, biri mamamın. Aş qoydum qazın üzərinə, bura qoydum, dəmir qoydum ki, dibi yanmasın və görürsüz, təzədən qayıtdım dəsmala. Bir vlogda mən göstərmişdim, ora paket qoyurdum və bir xanım yazdı ki, bu çox zəhərlidir, olmaz və həqiqətən də sonra mən düşündüm və həmən o xanım düz deyirdi. Mən lifehackdan istifadə eləyirdim ki, dəsmalım təmiz qalsın deyə. Həmişə bu dəsmallarda sarı kökün izləri qalırdı və getmirdim və ona görə o lifehackdan istifadə elədim, amma heç düşünmədim ki, o zəhərli bir şeydir də. Buxar zat hamısı o paketlə qarışır. O paketi necə hazırlayırlar artıq hamımız bilirik və mən nədənsə o barədə heç düşünməmişdim. Amma o rəyi yazandan sonra bir xanım oxuyanda fikirləşdim və dedim ki, o xanım düz deyir və ona görə daha belə eləmirəm. Qayıtdım köhnə dədə baba üsula bu dəsmalı qoymuşam. Eybi yox, dəsmal qoy ləkələnsin. Əsas odur ki, bizə ziyan olmasın. Bura toyuq zat heç nə əlavə eləmədim, çünki duxovkaya qoymuşam. Duxovkada da bizim toyuğumuz orada pişir.
Kadr arxası görüntüsü baxın belə görsənir. İndi buranı tez-tez səliqəyə salacağam. Aş demək olar ki, artıq hazırdır. Az qalıb. Toyuq da məndə hazırdır. Qızardı. İndi bunları yığım, tarelkaya qoyacağam. Belə, nəysə, gedim tez bazar buranı səliqəyə salım. Cheesecake hazır olana qədər. Sizinlə gözəl bir reseptlə paylaşmaq istəyirəm. Mənə elə gəlir ki, siz də bu salatı çox bəyənərsiniz. Mən bunu birinci dəfədir hazırlayıram. Bunu mənə mamam məsləhət görmüşdü. Soruşdum, nə salat hazırlayaq? Mama dedi, ən hasan, tez bazar olunan salat elə budur. Adını bilmirik, amma bütün ərzaqlar hansı ki lazım idi bu salata məndə evdə var idi deyə dedim, gəl yoxlayaq. Mən salatları çox sevirəm, cürbəcür çalışıram hazırlayım ki, bezdirici olmasın. Qışda bilirsiniz də, mən turşunu o qədər də işlətmirəm, çalışıram çoxlu salatlar eləyim turşu əvəzinə. Və bu salatı mamam məsləhət gördü. Mən də baxdım ki, ərzaqlar var, başladım hazırlamağa. Deməli, bura çiğ kök lazımdır, sarımsaq və qoz və toyuq filesi. Kökü rəndədən keçirtdim, qozu da rəndədən keçirtmək olar, amma mən bıçaqla xırda-xırda doğradım, lap da xırda yox. Salatı yeyəndə hiss olunsun ki, onun içində qoz var idi. Qozu belə xırda doğradım, sarımsağı rəndələdim və sonra fileni də xırda-xırda doğrayacağam. Bu salata göyərti əlavə olunmur, amma məndə evdə şüyüd var idi deyə dedim əlavə eləyim. Onsuz da göyərti heç vaxt salatı xarab eləməz. Ona görə mən göyərtini də əlavə elədim və mayonez elədim. Əslində
smetanla eləmək olardı, amma mən mayonezlə istədim. Smetanla o qədər heç sevmirəm sözün düzü salatları. Zeytun yağından daha yaxşıdır, nəinki smetanla. Bilmirəm, mənim üçün elə də nəsə xoşuma gəlmir. Amma mayonezlə ən dadlı salat mayonezləndir. Nəysə, bu ərzaqların hamısını qarışdırırsan, mayonezi əlavə eləyirsən və salam olur belə çox dadlı salat. Mən hələ bu salatdan heç harda yeməmişdim. Birinci dəfə də elədim və nəinki mən, bütün ailəm bu salatı çox bəyəndi. İçində sarımsaq olsa da hamı bu salatı çox bəyəndi və ona görə bu salatdan tez-tez eləyəcəm. Çünki ərzaqlar buna az gedir və bütün bu ərzaqlar həmişə evdə olur. Salatkum. Cheesecake'im də artıq hazırdır. Onu qoyuram stolun üstünə, qoy biraz soyusun və ondan sonra çayla dadına baxacağıq. Tez bazar, baxdım ki, evdə sakitçilikdir, vaxt tapdım və dedim tez göstərim sizə hədiyyələri, yoxsa sonra tapa bilməyəcəm kimin hansı hədiyyəsi idi. Və gəlin buradan başlayaq. Bunu artıq göstərmişdim. Mənim hədiyyəmi yoldaşım qabaqçıdan vermişdi. Grill almışdı və blender sizə göstərdim. Və bugün istəmədi ki, mən hədiyyəsiz qalım deyə, ona görə getdi yenə belə bir gül aldım. Bunun adı muşskoye şəstədir. Azərbaycan dilində kişi xoşbəxtçiliyi deyilir. Çox qəşəngdir. Mən bu gülü çox bəyəndim. Elə bir ki, təbii gül deyil. Görürsüz, buna baxırsınız burada. Elə bir ki, bu təbii deyil də. Çox qəşəng güldür. Çox sevindim. Mən gülləri vəbşi çox sevirəm. Özdə axırı vaxtları lap çox sevirəm. Çünki onlar artıq məndə solmur. Əvvəllər tez solurdu, xarab olurdu. Heç durmurdu məndə. Amma indi çiçəyi açırlar deyə indi уже çox sevirəm gülləri. Belə, bu Ceyranın hədiyyəsidir. Murad Ceyrana belə bir stitch hədiyyə elədi. Ceyran çoxdan da istəyirdi. Əslində Ceyran balaca istəyirdi deyəsə brelok kimi. Amma Murad getdi, böyüyünü aldım. Belə qəşəng stitchdir. Bu Ceyranındır. Bu da Ceyranındır. Bunu Ceyrana sinifdə hədiyyə eləmişdilər. Başqa hədiyyəsi də var idi. Bloknot, bir də ruchka var idi. Sadəcə mən tapmadım, bilmədim hardadır və ona görə gətirmədim, göstərmədim. Belə bu Ceyranın hədiyyəsidir. Bu da prinslər. Bu da gətirdi Ceyrançıq. Belə bir bloknot hədiyyə elədilər. Zamokla və belə bir ruchka. Bu sinifdə hədiyyə eləmişdilər ona. Sonra Murad qızlara 2 dənə belə gigiyenический pomada aldım. Çünki indi havalar elədir ki, dodaqlar tez quruyur deyə və qızlar üçün aldım. Çox qəşəngdir. Bu Barbie olan Ceyranındır, bu isə Leylinin. Sonra bu şampun kraska mamaya almışıq. Mama da bunu işlədir. Hər dəfə özdə bu kraskanı mən göstərəndə soruşursunuz ki, bunu hardan almısınız və necədir bu? Yəni saçı kraskalayır yoxsa yox? Bu çox qəşəng bir şampun kraskadır. Mən уже neçə dəfə bundan saçımı kraskaladım. Hardasa 3 dəfə ya 4 dəfə istifadə elədim. Hələ bitməyib. Hələ də var. Hardasa 1-2 dəfə də istifadə eləyə biləcəm.
Mama qara rəngdə istifadə eləyir, ona görə bu qara rəngdədir. Alanda mütləq diqqət eləyin ki, orada həm qara üçün, açıq saçlar üçün, bir də korичневый saçlara var belə kraska. Məndəki korичневыйdır, mamanın saçı qaradır deyə, ona görə buna belə bir şey götürdüm qara rəngdə. Mən fikir verdim ki, indi hər bir marketdə belə şampun kraska satılır. Arazda da deyəsə var, Bravoda da var, hər yerdə var. Tapmaq çətin deyil. Çox yaxşıdır, mən bəyənirəm. Saçına necə tətbiq eləyirəm? Çirkli saça eləyirsiniz bunu və saxlamaq lazımdır. Hardasa 15-20 dəqiqə bəs eləyəcək. Saxlayırsan, ondan sonra gedirsən saçını yuyursan. Bəzi qızlar yazmışdılar ki, mənim saçıma düşmür, kraskalamır, qara, to есть ağ saçları rəngləmir, yenə də ağ qalıblar. Bəlkə də düz eləmirsiniz bu kraskanı, bəlkə ona görə bilmirəm. Amma mənim saçıma çox qəşəng düşür. Mənim saçım özü də qalındır və mən bir neçə kraska istifadə eləmişəm, hansı ki, mənim saçımı heç tutmamışdı. Yəni əziyyətlə özümə uyğun olan kraskanı tapmışdım. Və sonra bu çıxanda bunu dedim yoxlayım görüm necədir və bu da düşdü deyə, ona görə mən bunu da artıq istifadə eləyirəm. Həm qənaətlidir, həm də ki, saçına tətbiq eləyəndə başını yandırmır. Bəzi kraskalar kimi gözünü yandırmır. Belə, mən bunu çox bəyəndim. Bu da mamamındır. Görürsüz, hətta kişilər də istifadə eləyir. Əslində bu kişilər üçündür, amma biz də istifadə eləyə bilirik. Belə. Bu mamamın hədiyyəsidir. Bu Leylinin hədiyyəsi. Leyli kitab istəyirdi. Bu yazan bu olsun, yəni Asya Lavroviç olsun. Onun bütün nə yazırsa hamısını Leyli bəyənir. Leyli indi bizdə yeni yetmədi deyə onun bütün yazılan bu hekayələr Leyliyə aid. Nəsə maraqlıdır da ona. Ona görə dedi, bu avtorun kitabını mənə alın. Belə biz də aldıq. Dünən hədiyyə verdik və Leyli həmən günü getdi oxumağa. Çox maraqlıdır deyir, içində kənd barədə yazılmışdı və ona görə maraqla oxuyurdu. Bu qəşəng şkatulkanın içində Ceyranın şeyi var idi. Nə? Сережка. На азərbaycanskом как сережки? Sırğa da. Hə, sırğalar var idi. Artıq Ceyran buradakını çıxartdı. Bura öz belə bijuteriyanı qoydum. Çox qəşəng şkatulkadır. Bunu mən də çox bəyəndim. Murad alanda çox bəyənmişdim bu şkatulkanı. Sırğa artıq Ceyranın qulağındadır. Və ona görə belə göstərim. Ceyran deyir ki, göstər. Oy, fokus yoxdur. Aha. Belə bir bantik formasında sırğa almışıq Ceyrana. Bu qızıl deyil, bu bijuteriyadır. Ceyranın qulağında qızıl sırğa var idi, çıxartdıq, itirməsin deyə mən götürdüm. Deyir ki, bunu taxmaq istəyirəm. Ona görə dedim, yaxşı qoy olsun. Amma inşallah ki, buna qızıl bantiklı sırğa alacam. İndi yox, amma inşallah ki, alacam. Hələ ki, bu bijuteriyanı taxsın. Oy, və belə şkatulочka qaldı Ceyrana. Sonra bu mənim hədiyyəmdir. Bunu mamam mənə hədiyyə elədi. Nabor. Burada duş üçün geldir, əl üçün kremdir. Sonra vanna üçün penadır. Amma bizdə vanna olmadığına görə bunu gellə duşu kimi istifadə eləyəcəm. Bir də bədən üçün krem. Çox qəşəngdir. İyisi də çox gözəldir. Mən çox bəyəndim. Bunu istifadə eləyəcəm. Qəşəngdir. Bu Murad mənə hədiyyə elədi. Tapiçka aldı. Özü görürsüz, original Chanel-dir ha. Başqa cürə ola bilməz. Mənə Chanel tapiçka aldı Murad. Mən tapiçkanı görəndə çox sevinirəm. Çünki bizdə indi bəlkə həyət evidir deyə tapiçka çoxlu olmalıdır ki, hamı rahat aşağı düşə bilsin. Və qapının yanında tapiçka az olanda kimsə yuxarıda qalır, qışqıra ki, tapiçkam yoxdur, aşağı düşə bilmirəm. Və ona görə bizim evdə nə qədər çox tapiçka olsa, o qədər yaxşıdır. Həm də ki, yay gəlir və bu mənə mütləq lazım olacaq. Yumuşaqdır, pambıq kimi. Mən əslində tapiçka alanda 100 dəfə geyinirəm, baxıram ki, ayağa rahat olsun, geyinəndə, gəzəndə də rahat olsun, mazol çıxmasın. Və bu elə tapiçkadır ki, yumuşaq heç hiss eləmirsən ki, ayağında nəsə var. Bəyəndim.
Murad aldı mənə. Təsəvvür edirsiniz, Murad mamasına hədiyyə aldı. Sağ olsun Muradik. Bunu Murad Leyliyə aldım. Duxum. Leyli mənim duxularımdan istifadə eləyir. Dərsə gedəndə ya evdən harasa çıxanda mənimkini istifadə eləyir. Murad aldı ki, onun özündə də olsun. Leylidə əslində var duxum, amma o qutarır deyə, deyir tam qutarmasın. Hayfa gəlir də, ona görə dedi təzəsini alım ki, sənkilərdən istifadə eləməsin. Belə bir duxudur. İyisi qəşəngdir. Leyli də çox bəyəndi. Bu krasovkanı isə bizə Rusiyadan göndərdilər. Onlar krasovkanı öz havasına uyğun bizə krasovka göndərdilər. Orada indi qar yağır, çox soyuqdur və onlar belə içi isti olan krasovkanı geyinirlər. Amma bizdə qış boyu mən heç vaxt içi belə istiliklə krasovkanı almıram. Çünki çox istidir, ayaq tərləyir və ona görə belə krasovka biz almırıq. Amma göndərdilər, yenə də sağ olsun, özü də orijinal Nike-dır. Biz çox bəyəndik. Mənim ayağıma balacadır. Murad da əlbəttə ki, bunu geyinməyəcək, çünki bu qız üçündür. Saxladıq Ceyrana. Ceyran ayağı biraz böyüyəndə, onda o rahat bunu geyinə bilər. Çox qəşəngdir, bəyəndik. Bir də belə bir ayaqqabı göndərdilər. Bu Adidasdır, bu da orijinaldır. Yenə də o birisi kimi, bu da içi belə istidir. 2 dəqiqə geyindim, evdə gəzdim, ayağım pişdi. Yəni ki, bu bizim qış üçün deyil də. Bizdə qar yoxdur, havalar elə bir ki, o qədər soyuq deyil də Rusiyada olduğu kimi, minus dərəcəyə, nə bilim, elə də tez-tez olmur. Belə, ona görə biz belə krasovka heç vaxt almırıq, içi isti olanda. Amma rahatdır. Mən geyindim, baxdım. İnşallah ki, daha уже все, bu il getdi. Gələn il qışda geyinərik inşallah ki. Belə, çox bəyəndik. Bunu isə mamama hədiyyə eləmişik. Xalatdır. Açmayacağım, çünki bu belə görsənir. Точно belədir, sadəcə olaraq ki, rəngi belə xakidir. Burada qaradır. Belə bir xalatik mamaya hədiyyə elədik. Belə, deyəsə bütün hədiyyələri mən sizə göstərdim. Daha heç nə qalmadı. İndi hamısını bunları yığışdırım. Dedim tez göstərim, sonra tapmayacağım. Hədiyyələri hara qoyublar və göstərə bilməyəcəm. Belə, yenə də hər birimizi bayramınızla təbrik eləyirəm. Bu arada yeməklərim də artıq hazırdır. Uşaqları çağırdım və onlar belə qəşəng stolu düzdülər. Bayram olsa da süfrəni belə zərziboz ki, mən eləmədim. Çünki mənə elə gəlir ki, ən əsas odur ki, bu süfrənin qırağında oturan insanlar mehriban və ürəkləri açıq olsun. Biz artıq yedik, içdik, süfrəni yığışdırdıq, biraz dincəldik. İndi isə mamaya bu kraska qoyacağım. Elə kakras mamamın saçı ağdır, kraska eləmək lazımdır. İndi bunu bura qatacağım və quru saça tətbiq eləyəcəm. Belə, ancaq bunu bura eləyirsən və salam, başqa heç bir şey bura qatmırsan. Mənim ən aktiv olan abunəçim, mənim anam istəyir ki, mənim bütün videolarım yaxşı getsin, qabağa getsin, çoxlu baxışlar olsun və ona görə çalışır hər dəfə mənim bütün videolarımı izləsin. Oy, mənim anam, mənim gözəl anam. В общем, короче говоря, это ж не так повернешь. И вот только разделась, видишь, вся такая сижу. Хочу приехать, потому что, да, потому что... Videom artıq sonuna gəlib çatıb. Mən burada dayanıram, çünki gedirəm mamamla vaxt keçirtməyə. Bu qızıl dəqiqələri dəyərləndirmək istəyirəm və boş yerə xərcləmək istəmirəm. Sizə can sağlığı arzulayıram. Növbəti vlogda görüşərik. Hələlik.